Bəbirlə bir yerdə işləyən adam necə toxu ola bilər? Onun qabağından nə qalacaq ki, sən də yiyə biləsən. Ağzında bəbir deyirsən. Valla Rüstəm müəllim, mən yeyinti-ilə elə aramda yoxdur. Amma elə siz demiş, bəbirlə işləyirəm də. Nə vaxta qədər onun əlinin altında işləyəcəksən? Mən sənə söz deyirəm. Bəbir çox getməyəcək. O adam deyil. Yırtıcıdır, yırtıcı. Ona görə də deyirəm ki, gəl bir rəşə yovlayaq da onu. Sənə də yaxşı pul çatacaq, narahat olma. Ömrün boyu mənə sağ ol deyəcəksən. Qorxudursuz ya məni. Demişdim axı bacarmıram. Bilirəm, onu bilirəm. Ona görə də demirəm ki, onu aldadaq. Deyirəm, ovlayaq onu. Atarsan çayını, ürək tutmasından gidəcək. Sən də ürəyin istəyən kimi yaşayarsan. İstədiyin ölkədə istədiyin obyekti də açarsan. Mən Bəbir kimi deyirəm. Əl açıq adamım. Ne diyorsan?